Salam əziz abituriyentlər, qaldığımız yerdən davam edirik. Bu günləri Kodera test topusundan 11-ci dəstə baxacağıq. Daxil edilən n-ə qədər n daxil natural edən faktorialını çap edən blok sxemidir qurun. Aha, demək biz nə edəcək? Ədədimizi daxil edirik. Hər hansı bir ədəd daxil edirik. N ədədə daxil olunur. Biz bilirik ki, misal üçün 5 faktorial nə deməkdir? 1 vurulmuş, 2 vurulmuş, 3 vurulmuş, 4 vurulmuş, 5. Ardıcıl olaraq həmin bu 5-ə kimi rəqəmlərin hasili çapılır. Ona görə də biz gəlirik buradan bir hasil üçün faktorialın ilkin qiymətin başladırıq nədən? 1-dən. Çünki 0-dan başlatsa ədədimiz nədir? 0 qiymət hər zaman n-ə qədərdir və ilk olaraq i-mizdə dövrümüz başlasın. Nədən? 1-dən. Dövrümüzün də ilk qiyməti başlayır 1-dən. Sonra gəlirik, şərtimizi yazırıq. Şərtimizdə gəlib deyirik ki, i nə qədər ki, n-dən kiçik bərabərdir. O zaman nə etsin? Hər dəfə faktorialın tapsın. Yəni f bərabərdir f vurulmuş nəyə? i-yə. F vurulmuş i-yə. Və i də gəlib n-ə çatılması üçün bu hər dəfə nə etməlidir? Dövr etməlidir. i də bərabərdir i plus 1-ə. Və bizim şərtimiz nə qədər ki n-ə çatmayıb, o zaman dövr eləyəcək və çap eləyəcək nəyi? Faktorialı çap etmiş olacaq. Və son. Bu belə. Keçirik ikinci suala. Daxil edilən natural ədədin ikili say sistemində ifadə edərək həmin ədəddə birlərin sayını çap edən proqram. Biz bundan qabaqki dərslərimizdə 8-li say sisteminə çevirmə qaydası öyrənmişdik. Həmin qaydanı ikili say sistemində də tətbiq edə bilərik. Gələrək deyirik ki, n bərabərdir int input ədədimizi daxil edirik. Biz bilirik ki, ikili say sisteminə çevirəndə həmin ədədi hər dəfə 2-yə bölə gedirik. Yəni, misal üçün 23-dür. 23-ü gətirəm, bölürəm 2-yə, düşür 11 dəfə. Burada oldu 22, qalığım oldu 1. Təzdən 11-i bölürük 2-yə 5 dəfə, 10, qalığım yenə də 1. Sonra yenə 5, 5-i bölürük 2-yə 2, burada 4, qalağı yenə 1. Sonra yenə 2-ni bölürük 2-yə 1. O zamanki dövr eləyici sonuncu qiymətimiz nə olsun? 1 anlama kimi davam edib. Bu formada yazandan sonra biz bunları əvvəldən axıra doğru ardıcıl düzürük.
Bunlar da ardıcıl düzmesi üçün bunlar nə tipində olmalıdır? Sətir tipində olmalıdır. Hər biri sətir tipində olmalıdır. Demək, mən ədədimi daxil edəndən sonra gəlirəm, tuturam ki, S bərabərdir. Boş birinə dırnaq qoyuram. Sətir tipində toplamadan ötəri. Deyirəm ki, nə qədər ki, böyükdürsə sıfırdan, demək, həmin o eni hər dəfə bölürük nəyə? 2-yə. Gəl bunu bir yazaq. K bərabərdir n faiz 2. Sonra deyirəm S bərabərdir sətir K üstə gəlinmiş S. Və ədədimi də hər dəfə neydim? Kiçildim. N bərabərdir. N tam bölmə 2. Bunu yazandan sonra yazırıq. Nə deyir bizə? Ardıca. İkili sayı sistemine çeviririk. Birlərin sayını məndən istəyir. Sonra da gəlirəm. Bunu yazılması deyirəm. Əgərləri heç burada cəmləməyə ehtiyac yox. Bir dəqiqə notulayım. Birlərin sayını istəyir. Heç burada cəmə ehtiyac yoxdur. Şimdi bizə cəmi istəmir. Say istəyir. Tam hesab verirəm 0. Gəlib deyirəm ki, əgərləri K bərabərdirsə 1'ə. Çünki bizə birlərin sayı istəyir. Onda S bərabərdir S plus 1. Və print nə? S. Print S. Çalışdıraq. Tamam ki, elə 23'ü verirəm. 4. Baxaq görə 4 dənə 1 var. 1, 2, 3, 4. Bəli. 4 tane var imiş, 1 var imiş. Bu belə. Biz bunu bir başqa cürdə yaza bilərdik. Yazdığım kimi yazacaqdıq. Ən sonda isə bir dənə count verəcəkdik. Bəli. Bayaqları belə yazmışdım. Dırnağı, boş dırnaq və bunu buradan silək. Gəlib deyirəm S bərabərdir. Sətir K üstə gəlinmiş S. Bunu biz toplayacağıq və sonda printin içərisinə yazacağım ki S count nəyin sayı? Birlərin sayı məndən istəyirdi. Bir də çalışdıraq. 23'ü yazıram. Gördüğünüz gibi 4. 4 almış oldu. Keçirik yine o bir sualan. Verilmiş ədədin cüt ilmiklərin cəmli, tək nömrələrin isə nəyin istəyir? Hasil. Yəni gələcəm mən hər dəfə bu siyahıya müraciət edəcəm. Bu siyahıda cüt elementlərin cəmini 0, 0-cı element, 1-ci element, 2-ci element, tək nömrələri isə nəyi tapacağım? Hasilini tapacağım. Bunun üçün edəcəm? Gəlirəm yenə də siyahımı yazıram. A bərabərdir 34, 34 görükçe 142 40 menfi 63 85 ve 47. Cüt elementlerin cəmli və hasilin istədiyinə görə cəmimiz əlimizdə heç nə yoxdur. S yazaram. Bir də P bərabərdir 1 yazaram hasil üçün.
Sonra gelirim for in e, nədir? A şəxsi bir müraciət edirəm. Deyirəm ki, əgərlərin cüt elementlərin nəyinin cəmini i faiz 2 bərabərsə sıfıra elementlərin cəmi s bərabərdir s plus i. Else P beraberdir. P vurulmuş. P vurulmuş. Print S bir de P. Çalıştıralım. Bitirdim. Süt elementlerin zemini tek elementlerin nümerlerinin bahsedilmiş. Aha, biz bunu süt elementlerin zemini. Aha, aha. Bir de burada e, süt elementlerin zemini. Tek nömrələrsə hasilin deyil. Onda demək biz bunu eləyəcəyik. For in range'dən verək. For in range sıfırdan len a'ya qədər. Len a'ya kimi dövrələsin və gəlsin. Bir də baxmıram. Cüt elementlərin. Ona görə yazacağım bura nə? A böyük mütərəzzədə i. A i. Və cüt elementlərin özünü. Else, Elif koyun bir daha da. Elif yazar. İ faiz 2 olursa beraberdir. 1 P beraberdir. P vurulmuş. Böyle olmalı. Çünkü burada siyahının cüt elementlerinin zemini tek nömrələri isə nömrə. Tek nömrə hansılardır? Yəni 0, 1, bax bu. Bunlardan söhbət gedir. Tek nömrələri isə hasil. Söhbətdən proqram. Çalıştırar. Deyir bunu buradan. Silir. - 216
Bir de 15. İyi. Gördüğünüz gibi bakın. 0, 1, 2, 3, 4, o da nece? 5. Nömrələri deyil. Bak 1, 3, 5. Bu değil 15. Tamam.